Körpə ikən valideynlərimlə birlikdə Altağac kəndinə köçmüşük. Niyə görə rus dili fənnini seçdim? Bütün qonşularımız ruslar, yəni malakanlar olublar. Bu kəndin işığı, qazı, fasiləsiz suyu hamısı var. Bu boyda kəndə 3 kolxoz olub. Bu kolxozlar milyoner kolxozlar olub. Yaxşı peşəsi olan şəxs üçün diplom mənim fikrimcə ikinci dərəcəli bir şeydir. Sağ qolunu itirmişdim və o qədər sol qolu ilə səlis yazmağı öyrənmişdi ki, Xızı Tevənin yaranmağı bizim üçün böyük bir müjdədir. Mən Əzizov Ramiz Dövlətoğlu 1951-ci ilin 25 martında keçmiş Dəvəki rayonunun Qaragöz kəndində olmuşam. Körpə ikən valideynlərimlə birlikdə Altağac kəndinə köçmüşük. Həmin vaxtdan Altağacdayam. 1957-ci ildə sentyabrın 1-dən Altağac Orta Məktəbinin 1-ci sinifinə getmişəm. 57-ci ildə. 1967-ci ildə həmin məktəbi bitirmişəm. Məktəbi bitirəndən sonra ilk iş yerim Altağac Heyvandarlıq Sovxozunun inşaat briqadasında fəhlə kimi işə qəbul olmuşam. Və bir müddət o işdə işləmişəm, fəhlə kimi işləmişəm. Sonra bir müddət ticarət sistemində işləmişəm və əskərliyə qədər mədəni maarif işi ilə məşğul olmuşam. Yəni Altağac kənd klubunun müdürü vəzifəsində işləmişəm. 1970-72-ci illərdə həqiqi hərbi xidmətə çağırılmışam və xidmətimi Qərbi Ukraynada keçirmişəm. 2 ilin son 2 ayını təxris olmamışdan qabaq xüsusi o vaxt yaradılmış kurslar var idi. Ehtiyat zabitlər hazırlayırdılar. Həmin deməli kursları bitirmişəm və 72-ci ildə artıq hərbidən təxris olunanda zabit kimi kəndə gəlmişəm. Həmin 72-ci ildə də çoxdan fəaliyyəti dayanmış hərbi dərslər yaranmışdı. Yenə də Azərbaycanda açılmışdı dərslərin orta məktəblərdə keçirilməsi. Və 72-ci ilin sentyabr ayının 15-dən hərbi rəhbər kimi Altağac məktəbində fəaliyyət göstərmişəm. Və bu fəaliyyətim 17 il davam edib. Bu müddət ərzində bir çox buraxılışlarımız olub ki, onların içində indi də hətta general rütbəsinə yüksələnlərimiz də var. Rusiyanın özündə yaşayanlar da, elə Azərbaycanda yaşayanlar da. 1989-cu ildə Altağac Orta Məktəbində irəli çəkilərək dərs hissə müdiri işləmişəm və əmək fəaliyyətimin sonuna qədər, yəni 1920-ci ilə qədər həmin məktəbdə dərs hissə müdiri vəzifəsində işləmişəm. Hal-hazırda təqaüddəyəm, öz şəxsi təsərrüfatımla məşğulam. 1976-cı ildə o vaxt Mirzə Fətəli Axundov adlanan Rus Dili Ədəbiyyatı İnstitutu, indiki Slavyan Universitetinə daxil oldum. 1981-ci ildə həmin məktəbi orta məktəbdə Rus dili və ədəbiyyat müəllimi ixtisası üzrə başa vurdum. Niyə görə Rus dili fənnini seçdim? O vaxt belə götürəndə əsas fənlər kimi, hətta rus dilinə əlavə dərslər, əlavə saatlar da verilirdi məktəblərdə keçilməsinə. Yəni, rus hegemon bir dil kimi sayılırdı, rus dili. Həm də uşaq vaxtdan, elə körpəlikdən Altağacda olduğundan, bütün qonşularımız ruslar, yəni malakanlar olublar. Yəni, rus dilini demək olar ki, səlis bilirdim. İndinin özündə də Azərbaycanı tərk edib getmiş Altağacdan olan ruslarla, taytuşlarımızla, dostlarımızla demək olar ki, gündəlik əlaqəmiz var. Və hər il bir əksəriyyəti gəlirlər, birlikdə görüşürük, öz təəssüratlarımızı yada salırıq
Və demək olar hər gün onlarla telefon əlaqəmiz olur. Yəni onlar da buradan getməyinə elə bil ki, peşmandılar. Onlar mənim burada günümü, güzəranımı, bizim dolanışığımızı eşidəndə kövrəlirlər. Altağacdan niyə getdik? Nahaq yerə getdik. Böyle bir ailə kimi yaşayırdıq da hamı. Yəni ən xırda ehtiyacından tutmuş, böyük köməyinə qədər bir-birinə əl tuturdu qonşular. Həyat bacamız açar kilit görmürdü. Yəni onlar da Azərbaycan dilində danışanları başa düşürdülər, biz də onların dilində danışanları başa düşürdük. Yəni çox sıx əlaqələrimiz var idi. O vaxtki məktəblə indiki məktəbin arasında demək olar ki, məktəb məktəbdir. Elə bir böyük fərq yoxdur. Amma şagirdlər arasında böyük fərq var. O vaxtki şagirdlər ayağı yer tutandan, əli iş tutandan hamı evdə, təsərrüfatda kömək edirdilər. Zəhmətkeş olublar və hər kəs çalışırdı ki, bir vəzifə sahibi olsun. Vəzifə sahibi olmaq üçün də təhsilli olsunlar. Ona görə də onlarda təhsilə, oxumağa həvəs daha çox idi. İndiki kəndin məsələn cavanları çox perspektivli uşaqlardır, baxırsan gənclərdir. Yəni əlindən hər bir iş gələ bilər. Ancaq məsələn kənd yerlərində son vaxtlarda bu barədə bir çox mətbuatda, televiziyada müxtəlif səpkili verilişlərə baxırıq ki, kənd yerlərinə qayıdışa çağırırlar hamını. Bu həqiqətən belə olsaydı, kəndimiz əvvəlki vəziyyətindən də yaxşı vəziyyətə qalardı, yəni dirçələrdi. Yəni mənə elə gəlir ki, burada özünə bir iş tapa bilən bir gənc heç vaxt bu kəndi tərk edib getməz. Yəni ki, hal-hazırdakı dövrdə şükür Allah'ın bu kəndin işığı, qazı, fasiləsiz suyu hamısı var. Şəhərlə əlaqəsi də ki, şükür Allah'a yollar yaxşı vəziyyətdədir. Müvəqqəti çətinliklər olan yerlərə təmir olunur. Yəni şəhərlə əlaqə üçün qabaqki vaxtda əgər biz 4 saat, 5 saat avtobusla, ancaq avtobusla gedirdik. İndi hər kəs öz şəxsi maşını ilə və ya başqa nəqliyyat vasitəsi ilə şəhərlə əlaqəsini bir neçə saatın ərzində başa vura bilir. İş mənbələri yaransa kənd yerlərində, mənə gəlir ki, həm kənd dirşələr, əhalisi artar, ümumiyyətlə respublikaya da böyük köməyi olar. Yəni vaxtı ikən bu Altağacın özündən, hələ kolxoz vaxtından eşitdiklərimizdən, məsələn, 61-ci ildə burada kolxoz deyilinə görə ləğv olunub. Mənim o ləğv olan yadıma gəlir təxmini. Heç onda kolxoz, savxoz da nə olduğunu dəqiq o qədər də dərk eləmirdik. Bu boyda kəndə 3 kolxoz olub. Bu kolxozlar, milyoner kolxozlar olub. Dövlətə nə qədər o planlı iqtisadiyyat olub o vaxtda da. Dövlət planlarını vaxtında ödəyiblər. Dövlətə nə qədər məhsul verilib bu kənddən gedib. Təhsil sistemləri ilə əlaqədar, ancaq məsələn kənd təsərrüfatı əlaqəli deməli məktəblər, yəni peşə məktəbləri deyil, nədir? Məsələn, mənim öz fikrimcə o vaxtlar peşə məktəbinə axın daha çox idi və peşə məktəbini bitirən şəxslər heç ali təhsilli gənclərdən heç də geri qalmırdılar bacarıqca. Yəni yaxşı peşəsi olan şəxs üçün diplom mənim fikrimcə ikinci dərəcəli bir şeydir. Məsələn, ancaq ki, yenə də qaydaq ki, bu şərtlə ki, o təhsil ixtisası üzrə işləməyə bir yer olsun, qazanc yeri olsun. Təhsil sistemində mən peşə təhsilinin daha fikir verilməsini mən arzulayardım ki, peşə təhsilinə daha üstünlük verilsin. Bayaq dedim ki, 57-ci ildə 1-ci sinifə getmişəm. Həmin sinifdə oturduğum partanın da yeri yadımdadır. Hər dəfə mən məktəbdə işləyən vaxt o sinifə girəndə həmin o ilk günümü yadıma salırdım ki, bu partada oturmuşam. Heç partanın nə olduğunu bilmirdim. Əlimdə çantanı bilmirdim, hara qoyum, yeri qoymuşam. Müəllim mənə göstərib ki, bax belə qaldırırsan bu partanın qırağını, çantanı bura qoyursan, qələmi bura qoyursan. Yəni bu yaddan çıxan şey deyil. Məktəbdə bizim iki sektor olub. Rus sektoru da, Azərbaycan sektoru birlikdə olub. Hətta Rus sektorunda siniflərində olan uşaqların sayı Azərbaycan sektoruna nisbətən daha güclü olub, daha çox olub sayı etibarı ilə. Bu 61-ci illərə qədər bu cür.
Bizim siniflərdə də olub. O məsələn 30 nəfərdən də aşağı uşaqlar olmayıb hər bir sinifdə. Hansı ki indi biz elə özümüz 67-ci ildə məktəbi bitirəndə biz cəmi 9 nəfər bitirmişik məktəbi. 9 nəfər. Elə bil ki, birinci sinifə 30 nəfər gedən uşaqdan 9 nəfər 10 il içində bunlar hansı səbəblərdənsə gedən olub buradan, hansı səbəblərdənsə peşə məktəbinə gediblər və yaxud da ki, iş fəaliyyətinə qoşulublar. Yəni 10-cu sinifi 9 nəfər qurtarmış və onların da demək olar ki, əksəriyyəti ali təhsillidirlər indinin özünü. İndi rəhmətə gedənlər də var. 3 nəfər həmin bu dəqiqə sağ qalıblar. Mənimlə birlikdə 10-cu sinifi qutaranlar hallarda görüşürük, zəngləşirik, dərdləşirik. O günləri necə xoş bir günlər kimi xatırlayırıq. Yəni o qədər mehribançılıq vardı onda uşaqlar arasında ki, bir-birinə güzəştə getməyi bacarırdılar. Kimsə özünü o birindən üstün saymağa çalışmırdı. Belə aramızda mehribançılıq, dostluq olub, bir-birinə güzəştə getmək olub. Birinci sinifə biz gedəndə məktəb direktorumuz Babayev Yusuf idi, müharibə iştirakçısı idi, uzaq şərqdə xidmət etmişdi, sağ qolunu itirmişdi və o qədər sol qolu ilə səlis yazmağı öyrənmişdi ki, bütün sənədləşmələri özü yazardı əksəriyyətini sol əli ilə. Onun xətti indi də yadımdadır belə. Çox tələbkar müəllim idi, özü coğrafiya müəllimi idi. Onun keçdiyi dərslər o qədər sadə, o qədər başa düşümlü olurdu ki, İstər-istəməz şagirdlərdən, yaxşı oxuyandan, zəif oxuyandan, ola bilməz ki, coğrafiyadan, xəritədə nəysə qitələri göstərə bilməsin və yaxud da ki, qlobusda ölkələrin hansının bir-birindən nə məsafədə, nə uzaqlıqda olduğunu, Şimal Buzlu Okeanı, nə Antarktida, yəni ki, çox tələbkar müəllim idi. O, həm özünə qarşı, həm şagirdlərə qarşı tələbkar müəllim olub. O həmişə deyərdi, məsələn, müəllimlər gələrdi, o vaxt yoxlamaya məktəblər gələrdi, deyirdi, müəllimi heç vaxt başqasının əlinə verməyim, özünü öldür, özünü. Yəni, müəllimə heç vaxt yuxarıdan aşağı baxmayıb, həmişə öz iş yoldaşı kimi baxırdı müəllimə. Bu Yusuf müəllim yadda qalan bir müəllim olub, Allah onu rəhmət eləsin. O, rəhmətə gedəndə Bakıda idi, getdik buradan kollektivlə onun dəfnində iştirak elədik. Yəni ki, uzun müddət işləyib, pensiya çıxıb. O vaxtda da o qədər hər kəs öz işinə belə qorxa-qorxa, tələbkarcasına yanaşırdı ki, pensiya çıxan kimi işdən ayrılmaq istəyirdi ki, bu vaxtda salamat işləmişəm, birdən-birə nəsə mənə bir söz gələr işimdə. İndi belə deyil. İndi kimə heç belə ixtisası barədə, o vəzifə barədə bilmədiyi bir adamı desin, filan vəzifəyə səni qoyuram, deyəcək başüstə. Ələn qaldı, mən hazır. Hansı ki, onu heç bilmir, onu ha tərəfdən başlayıb, harada qutarmaq lazımdır o vəzifənin icrasını. Yusuf müəllim belə adam olub. Xızı TV-nin yaranmağı bizim üçün böyük bir müjdədir. Və tanıdığımız şəxsin, yəni Murad, sənin Allah canımı sağ eləsin. Yəni biz tək səni yox, səndən qabaq sənin valideynləri tanıyırıq. Xoş münasibətimiz olub və indi də var. Hər dəfə kimisə görəndə belə qiyabı da olsa salamımızı çatdırırıq bir-birinə. Yəni elə Allah canını sağ eləsin. Sizin valideyniniz də kənd üçün çox yararlı insanlardandır olub.